Selcanın timsalında bu ara influenzalar həddindən çox yayılıb. Bu haqda danışacağım. Çünki Selcanda da tamamilə influenza əlamətləridir. Nədir əlamətləri? Yüksək 40 dərəcəyə qədər qalxan direncli qızdırma. Yəni 4-6 saat intervalla qızdırmalar çox yüksək olur. Bəzən dərmana tabi olmur. Bəzən də 5 yaşa qədər uşaqlarda qızdırmalar hətta qızdırmaya bağlı qıcolmalar verir. Boğaz yandırır, davamlı öskürək, burun axıntısı və şiddətli boğucu öskürəklə özünü göstərən bir xəstəlikdir. Bu mövsüm hər zaman pik həddinə çatır. Biz ona görə həmişə deyirik, mövsümdən öncə qrip əleyhinə vaksin vurdurun. Çünki virusun virulentliyi çox yüksəkdir. Uşaqlar tez ağırlaşa bilir. Qorunmaq üçün xəstəlik əlamətləri olan uşaqları bağçalara, məktəblərə göndərməmək, uşaqların əllərini sıx-sıx yudurmaq, əlini düzgün yuma qaydalarını uşaqlara öyrətmək, yaxşı yumamış meyvələr əvəzi uşağa verməmək və mütləq evin havasını tez-tez havalandırmaq, qrip əlamətləri olan insanlardan uşaqları uzaq tutmaq lazımdır çox zaman. Çünki uşaqlara kimdənsə yoluxur. Körpələrdə xüsusən bu əlamətlərə diqqət edib, yüksək qızdırma varsa, ilk günü artıq həkimə müraciət etmək lazımdır. Çünki bu virus əleyhinə təyin etdiyimiz dərman nə qədər tez başlasa, o qədər effekt tez olur. Gec başladıqda isə həm dərmanın təsiri zəifdir, həm də virusa bağlı ağırlaşma riski artmış olur.